Bəs yaxşı, bu sizdə komanda daxilində yəqin ki, demotivasiyalar olur. Bəs o motivasiyanı necə yaradırsınız? Satış komandasının motivasiyası daim nəzarətdə saxlanmalı bir sistemdir. Bu nəbzin ölçülməsi kimi, bu bir dəfə qurulub buraxılan bir sistem deyil. Və biz nəzərə alsaq ki, satış yoxlarla dolu bir dünyadır. Bu səbəbdən hər bir satıcının motivasiyası bir silahdırsa, liderin borcu onu aktiv saxlamaqdır. Motivasiya sistemini qurarkən biz diqqət eləməliyik. İlk öncə uğurlar ölçə bilən olsun. Müəyyən KPI-lar təyin ediriksə, əgər bu KPI-lar metriklər olmalıdır, ölçə bilən olmalıdır. Yeri gələndə belə deyək də xırda tapşırıqlar verə bilərik. Mini qollar deyirik də biz ona və o mini qolların nəticəsində də mükafatlandıra bilərik. Vacib deyil hansısa dövrü, periodluq, rüblü, illik hədəflərə çatsınlar. Şəxsi inkişaflarına diqqət eləməliyik. Elə satış təmsilçiləri var ki, onlar hər hansı bir mükafatla motivasiya, yəni pul mükafatı ilə motivasiya almalar, onları sizin təlimlərə göndərməyiniz, seminarlara göndərməyiniz, şəxsi inkişaflarına diqqət eləməyiniz, onlara xüsusi motivasiya verəcək. Daha sonra biz baxmalıyıq ki, rəqabət sağlam olsun komandada, bu rəqabət dağıdıcı olmasın, komandanı inkişaf etsin, bir kollaborasiya olsun. Bir də empatiya olmalıdır. Yəni, hər satış təmsilçisinin, komandamızdakı hər satış təmsilçisinin fərqli təkan nöqtəsi var. Biz baxmalıyıq ki, onlardan hansı yerdə necə istifadə eləməliyik, necə yararlanmalıyıq. Çünki onların təcrübələri də fərqlidir, onların müştəri portfelləri də fərqlidir. Və hərənin özünə uyğun, belə deyək, hərənin öz dilinə danışmalıyıq ki, onlar daha uğurlu olsunlar. Və bizim təqdim etdiyimiz motivasiyalar anlaşıla bilən olmalıdır. Necə anlaşıla bilən? Yəni, bu elə bir sistem olmalıdır ki, satış təmsilçisi onu istədiyi vaxt hesablaya bilsin özü, rahatlıq. O bilsin ki, nə qədər satsa, yaxud da bu satışın qarşılığında bu pul alacaq. O sistem qəliz olsa, müəyyən qaranlıq yerlər qalacaq onların beynində, belə deyək də. Mən sizə bir təcrübəmi danışım. Bir, deyək də, şirkətdə komandaya, satış komandasına yeni rəhbər təyin olduğum vaxtlar idi. Deməli, burada hər ay periodik satış iclasları keçirilirdi, aylıq. Satış iclasına danışılırdı ötən dövrdəki satışlardan və növbəti ay belə deyək, planlarından kim nə qədər satmalıdır, kimə hansı rəqəm nəzərdə tutulub. Və iclas belə gedirdi. Rəhbər lövhəyə müəyyən rəqəmlər yazırdı. Məsələn, X, Y, Z. Sən satmalısan 40 min, sən 50 min, sən 60 min. Plan qoydu, belə deyək. Planlar qoydu. Baxırdım ki, öz-özlüyündə motivasiya sistemi çox yaxşıdır. Hansı ki, ilkin müştəridən, təkrar müştəridən, şirkət verən müştəridən, menecerin özünün gətirdiyi müştəridən. Amma sanki bu artıq sistemə qarşı, bu plana qarşı bir immunitet yaranır. Bu artıq motivasiya deyil, bu artıq bir standartdır. Bu öhdəlik kimi də olar. Sanki biz bunu eləməliyik də. Kimi bir şey yaranır və hiss edirdim ki, burada nəsə dəyişiklik eləməliyim. Rəhbərin son iclası idi. Artıq sonuncu iclasa mən rəhbərlik, növbəti iclası mən rəhbərlik eləyəcəkdim, növbəti ay. Və mən ora yaxşı hazırlaşmalıydım. Hazırlaşdım. Hazırlaşan vaxtı düşündüm ki, gedişatı dəyişməməliyəm. Gedişatın içində hansısa bir dönüş nöqtəsi eləməliyəm. Lövhəyə çıxdım, yenə yazdım X, Y, filankəs. Altından rəqəmləri yazmağa başladım. Rəqəmlər yazdım 1500, 2000, 2500 belə. Tələsənlər oldu, dedilər, nə yaxşı düşüb rəqəmlərimiz aşağı 40 min, 50 minlərdən, 100 minlərə. Bu rəqəmi eləməyə nə var, bunun öhdəsindən gələrik. İçində sakitcə müşahidə edib dinləyənlər də var idi ki, görsün sonda nə olacaq. Mən bildirdim ki, bu bizim bu ay satmalı olduğumuz rəqəmlər deyil, bu bizim bu ay qazanmalı olduğumuz rəqəmlərdir. Siz bu ay bu bonusu qazanmalısınız. O bonusun qarşılığında da belə deyək də müəyyən rəqəm satacaqlar təbii ki. Bu fərqli yanaşma dəstək oldu bizim satışa. Mən indi yəqin həmin menecer məni izləyər, indi onun haqqında danışacağam çünki bizdə bir menecer var idi. Onun şirkət tarixində 5 il fəaliyyəti var idi. 5 il ərzində göstərdiyi, verdiyi satışların cəmi həmin il verdiyi satışın cəmindən aşağı idi. Yəni 1 ildə verdiyi satış 5 ildən daha yuxarıda idi.
adını çəkmirəm, özü bilir, söhbət kimdən gedir. Biz onu xüsusi mükafatlandırdıq ilin sonunda təbii ki, hətta onun ailəsi ilə birlikdə xaricə getməyində, istirahət eləməyində şərait yaratdıq. Yəni kiçik bir dəyişiklik, kiçik bir yanaşma dəyişikliyi satışlarımızda boom effekti yaratdı və artıq biz nə qədər satmağa yox, nə qədər qazanmağa fokuslanmış işləyirik. Mən bu ay bu qədər qazanmalıyam, mən bunu etməliyəm. Çox gözəl motivasiya metodudur. Çox sağ olun, çox təşəkkür edirik Fərid bəy. Mən ümumi söhbətimizdən belə bir qənaətə gəldim ki,